Sechenova görə baş beyin reflekslərinin ikinci hissəsi refleks qövsünün neçənci hissəsinə uyğundur? Refleks qövsü çəkək. Məsəl üçün, orada birinci hissə var idi. Bu reseptor hissə idi. İkinci sinir yolu var idi. Buradan ötürülürdü sinir yolu. Bu ikinci hissədir, sinir yolu. Üçüncü mərkəzi hissəsi idi. Bu üçüncü mərkəzi hissəsi. Sonra hərəki yol var idi. Dördüncü idi və bu axırıncı gələn işçi orqan olacaqdı. İşçi orqanında 5-ci olaraq yaza bilərik biz bura. Deməli, hissi yol, mərkəzi hissəsi, hərəki yol və işçi orqan göstərdik. Deməli, refleks qövsü qövs şəklində oldu və bu 5 hissədən ibarət idi. Və bu deyir ki, Sechenova görə baş beyin reflekslərin ikinci mərhələsi vardı. Sechenov deyirdi ki, birinci mərhələdə duyğu orqanları, yəni reseptorlarda baş verən oyanma idi. İkincisi mərkəzdə baş verən oyanma. Mərkəzdə baş verən oyanma elə bizim refleks qövsünün üçüncü hissəsinə uyğun gələcəkdir. Ona görə də düzgün cavab üçüncü olacaq.